Hamıya salam, mənim adım Aytasdır. Naxçıvan Dövlət Universitetinin Tibb Fakültəsində stomatologiya təhsili alıram. Və boş zamanlarımda YouTube-a video çəkirəm. İstədim bu dəfəki YouTube mövzumda akne trend olsun. Necə oldu ki, bu haqda video çəkmək istədim. Deməli, 2 ay əvvəl mən akne trend müalicəsinə başladım. Və müalicədən əvvəl çox qorxurdum, hətta başlamaq istəmirdim. Hamının da eşitdiyi kimi o deyilənə görə akne trend qaraciyərə ziyan vurur, funksiyasını pozur, çox təhlükəlidir, yan təsirləri çox güclüdür və s. və s. Təbii ki də qorxmuşdum başda. Sonra dedim ki, mən niyə bunu araşdırmıram? Başladım araşdırmağa, elmi formada təbii ki də, qulaqdan eşitmə sözlərindən deyil. Və araşdıranda qorxularım azaldı. Elmi məqalələrə əsasən nəticələrə gəldim. Gördüm ki, o qədər də qorxulu bir şey deyilmiş. Araşdırdım. Araşdıran vaxtda ən çox türk mənbələrindən istinad elədim. Çünki Azərbaycan dilində demək olar ki, yox idi. Hətta YouTube-da da səhv eləmirəmsə bir dənə video olmalıdır. Gördüm ki, Azərbaycan dilində yoxdur və dedim ki, mən niyə çəkməyim belə bir video. Həmçinin mənim kimi bəlkə də başlamağa qorxan neçə insana kömək ola bilər və beləliklə daha elmi məlumatlarla bilinçli formada bu dərmana başlayarlar. İndi keçək məqaləyə. Akne trend dərmanı tərkibi izotretinoindir. Bu A vitamini törəməsidir. Deməli, bu məqalədə mən əsas yerlərdən qeydlər çıxarmışam telefonda. Oradan da həmçinin kömək deyəcəm sizə. Başlayaq məqalənin etki mekanizması. Ümumiyyətlə, aknenin yaranmasında 3 əsas faktor var. Əsası bunlardır: hipersebore, hiperkeratinoz və iltihab. Hipersebore nədir? Bizim dərimizdə sebiumun artıq ifrazıdır, yəni yağın artıq olmasıdır. Burada bunu qeyd edeyim ki, məqalə türk dilindədir. Onu deyəndə, tələffüz edəndə ola bilsin ki, bəzən çaşa bilərəm. Başdan deyim, üzrlü sayın. Deməli, 3 əsas faktoru saydıq və burada qeyd edeyim ki, məqalədə sebasiya folikul epitelində anormal diskoamasyonu, direkt basıqlar və hiperkeratinizasyonu azaltır. Yəni, akne trend birinci təsirinə yazır. Hiperkeratinizasyon nədir? Epitelinin dəri təbəqəsinin qalınlaşmasıdır. Buradan bir nəticə gəlirik. Biz akne trendin yan təsirlərində deyirik ki, dəri nazikləşir, həssaslaşır. Ona görə günəşə, hətta lazer və yaxud da kimyəvi pilingə qarşı daha həssas olur dəri. Ehtiyatlı olmaq lazımdır. Səbəbi də məhz budur. Həmin bu akne trend dərmanı hiperkeratinizasyonu azaldır. Yəni, hiperkeratinizasyon dərinin qalınlaşmasıdırsa, azalırsa, deməli, dəri nazikləşir. Bir nəticəyə gəldik. Daha sonra bakteriyanın inkişafını azaldır. Bir də bu, izotretinoin nötrofil jelatinaz ilişkili lipokalin düzeyini artırıb sebositlərə apoptoza yol açaraq tedavidə kalıcı iyiləşmə sağlaya bilməkdədir. Bu nə deməkdir? Buradan nə nəticəyə gəldim daha doğrusu? Bu, nötrofil jelatinaz ilişkili lipokalin dediyimiz proteindir, börəkdə olur. Bu, həmin proteinə təsir eləməklə bir mexanizması var və biz yenə yan təsirlərində deyirik ki, bu börəyin funksiyasını poza bilər bu dərman. Yəni, ehtiyatlı olmaq lazımdır. Təbii ki, yüksək dozalarda. Bu, həmin protein də börəkdədir. Ona görə bunun yan təsiri börəyə gedib çıxa bilir. Sonra tol benzeri reseptorları, leukosit miqrasyon və AP1 yolları gibi farklı inflamatuar yolakları blokade edir və antiinflamatuar etki göstərir. Bu sadədir, antiinflamatuar təsir göstərir. Tol benzeri reseptor nədir? Mukozanın ən dərinliklərində olan reseptordur. Yəni, ən dərinlikdə olan reseptora qədər gedib çıxa bilir. Buradan bu nəticəyə gələ bilərik. Daha sonra matrix metal proteinazı azaldaraq skar oluşumunu azaltmaqdadır. Skar nədir? Skar dərinin epitelisində qalan izdir. Matrix metal proteinazda yaxşı bir tərəf var. Bunu oxuyanda sevinmişdim. Akne trend qorxulur ki, kanserogen təsir ola bilər, xəstəlik törədə bilər və ya başlanğıc edə bilər. Elə bir təsir yoxdur. Hətta
bir həkimin danışığında qulaq asmışdım internetdə. Kanserogen xərçəng müalicəsində də istifadə olunduğu olub. Yəni yaxşı gəlir. Niyə? Matrix meloproteinaz dediyimiz həmin o maddə xərçəng xəstəliyində çox olur. Yəni miqdarı artır. Miqdarı artır, bu da onun miqdarını azaldır aknitrin. Ona görə də xərçəng xəstəliyinə müsbətdir. Həmçinin periodontitlərinin autoimmun xəstəliklərində də bu artır. Aknitrin də azaldır. Yenə o tərəfdən yaxşı bir təsiri vardır. Etki mekanizmasını bitirdikdən sonra klinik kullanım var. Klinik kullanımda deyir ki, lipofillik olduğu için yağlı yiyəcəklərdə birlikdə alınmalıdır. Bu nə deməkdir? Biz deyirik ki, yağda və suda həll olan vitaminlər var. Yağda həll olan vitaminlər A, D, E, K vitaminidir. Aknitrində A vitaminidir. Daha sonra bu müalicə zamanı akne ilaçları kesilməlidir. Başqa bir hər hansı dərman atılmamalıdır. Daha doğrusu A vitamini ilə ciddi bir reaksiyaya girə biləcək dərman. Məsəl üçün, bunlardan biri antibiotiklərdən tetraskilin qrupudur. Tetraskilin, doksisiklin antibiotikləri qətiyyən olmaz. Səbəbi də ki, bunlar aknitrinlə birlikdə qəbul olduqda beyin daxili təzyiq yaradırlar. Yəni əks göstərişdir. Heç vaxt eləməyin bunu. Daha sonra burada əsas yerlərə baxaq. Kontraindikasyonlar var, yəni əks göstəriş deməkdir. Bunlara aidlik kesin, yəni mütləq olan əks göstərişlər hamilə qadınlar ata bilməz qətiyyən və yaxud da hamiləliyi düşünən qadınlar. Əgər siz bu dərmanı qəbul eləmişsinizsə, ən az 1 ay gözləmək lazımdır ki, daha sonra hamiləliyi düşünəsiniz. Əmzirmə dönəmində olan qadınlar qəbul eləyə bilməz. Hamilə qadınlar bu dərmanı qəbul etdikdə yan təsirlərində bu var. Teratogenik təsir göstərir. Uşaqda əqli fiziki qüsurlar yarana bilər. Sonra ilacın, yəni dərman hər hansısa tərkibindəki maddəyə həssaslıq yarandıqda bu dərmanı qəbul eləyə bilməzsiniz. Bu dərmandan əlavə A vitamini tabletkası dərmanı qəbul eləyirsə olmaz. Çünki bu dərman özü onsuz da A vitamini törəməsidir. Bir də əlavə olaraq A vitamini qəbul olması bədən üçün artıqlıqdır. Qan nəqli olduqda, bir də bipolyar xəstəliyiniz olduqda bu dərmanı qəbul edə bilməzsiniz. Gəlirik doz məsələsinə. Bu dozu təbii ki də siz öz başınıza təyin edə bilməzsiniz. Həkim nəzarəti olmalıdır. Dermatoloqunuz ən yaxşı formada sizə deyəcək bunu. Sadəcə məlumatınız olsun ki, standart doz var. Necə hesablanır bu? Kiloqram başına 0,5 1 milliqram düşür. Bu nə deməkdir? Məsəl üçün, tutaq ki, 50 kilosunuz. 50 kiloda kilo başına 0,5 düşürsə, siz ilk ayda 50-nin 0,5-i və yaxud eləyir 25 milliqramdan başlayırsınız. Apteklərdə konkret 25 milliqram formada tabletkalar yoxdur. Onu indi 20 milliqram və yaxud da 30 milliqram formada dermatoloqunuz sizə deyəcək. Və yaxud da 50 kilosunuz və yaxud da 60 kilosunuz elə 50-60 milliqramdan da başlamaq olar. Bu biraz təhlükəlidir. Adətən bu yolla getmirlər həkimlər. Daha az doza ilə başlayıb sonra qaldırırlar. Düşük dozda kiloqram başına 0,1-0,5 milliqramdır. Yüksək dozda 1 və 1 milliqramdan artıq. Sonra burada maraqlı bir cümlə var. Deməli, Avropa rəhbərliyi 4-6 ay boyunca 0,5-1 milliqram kiloqram başına, yəni dozaların istifadə edilməsini, amma Amerika akne rəhbərliyi kiloqram başına ilk ay 0,5, ikinci aydan sonra kiloqram başına 1 milliqram istifadə olunmasını deyib. Bu da fərqlilik var Avropa ilə Amerikanın dediyinə əsasən. Bunu da təbii ki, sizlik deyil, həkim özü təyin eləyəcək. Bu sizin həmin vaxt üzünüzün şiddətli aknenin şiddətindən və yaxud da bədəninizin immunitetindən götürmə qabiliyyətindən asılıdır. Ona görə deyirəm, həkim özü təyin eləyəcək, o daha yaxşısını bilir. Sonra başqa maraqlı burada vardı.
Deyir ki, şiddetli akne vulgarisdə 0 kiloqram başına 0,2-0,4 milliqram başlanıb 2-ci aydan sonra doz artırıla bilir. Bu doz artırılması bu arada necə olur? Onu da deyim, analizlər verməlisiniz. Siz ümumiyyətlə bu akne trendində başlamadan əvvəl analizlər verirsiniz. İrəli səhifələrdə deyəcəm hansı analizlərdir. O analizlərdə əgər yaxşıdırsa, hər hansı bir yüksəlmə yoxdursa, müalicəyə başlayırsınız. Sonra birinci, ikinci aylarda da mütəmadi olaraq analizlər verilir. Ciddi bir irəliləyiş, təhlükəli formada bir irəliləyiş yoxdursa, doza artırıla bilər. Daha sonra var. Bu da var. Şiddetli olgularda kumulativ dozun 120-150 milliqram belə kiloqramı tamamlanması önerilməkdədir. Bu nə deməkdir? Bu da çox maraqlıdır. Xoşuma gəlir bu dozanın hesablanması. Kumulativ doza ümumi terapevtik dozadır. Tutaq ki, gəlin hesablayaq. Bir insan, yenə 50 kilodan gedək, minimum hesablayaq. 50 kilodur və minimum terapevtik doza kilo başına 120 milliqramdır. 50-ni vururuq 120-yə. Eləyir 6000. Deməli, bütün müalicə boyunca almalı olduğu milliqram 6000'dir. Əgər biz dozanı artırmasaq, ancaq 20 milliqramla geçsək, bir qutuda da 30 tabletka olduğunu bilirik. 30 vur 20, 600. Deməli, bir tabletka bitəndə və bir ay boyunca 600 milliqram alır. Və bizim də almalı olduğumuz ümumi doza 6000 milliqramdır. 6000'i bölürük 600'ə, eləyir 10. Deməli, biz 10 tabletka və 10 ay bu dərmanı atmalıyıq. Bu formada hesablanılır. Maksimal dozası da 150. 150'ni vurarıq 50 qrama, 50 kiloya daha doğrusu. Daha sonra keçirik buradan. Tedaviyi sonlandırma. Müalicəni nə vaxt sonlandırırıq? Lazımi ümumi terapevtik dozanı aldıqdan sonra dayandıra bilərik. Relaps, yəni geri dönüşümdür. Nə vaxt geri dönüşüm ola bilər? Biz əgər yenə ümumi terapevtik dozanı almasaq, tam formada geri dönüşüm yarana bilir. Burada maraqlı bir statistika var idi. Bu. Kilo başına 0,5-1 milliqram akne trend müalicəsi alan 88 xəstəni 10 il boyunca takip edildiyində hastaların 23%'nin relaps nedeniyle yeniden tedaviye gereksinim duydu ve relapsın 96%'i olguda ilk 3 yıl içinde ortaya çıktığı gözlenilmiştir. Bunda əsas səbəbi minimum 120 milliqram, yani terapevtik olan 120 milliqramın hesaplamayıblar, ondan az qəbul eləyiblər deyə geri dönüşüm yaranıb. Keçək yan təsirlərinə, bu da maraqlıdır və çoxdur. Yan təsirləri müalicənin müddətini çətinləşdirən bir hissədir. Buna dözmək biraz əziyyət tələb eləyir. Ən böyük yan təsiri susuzluqdur, bədəni qurudur. Çox susuyursan, çoxlu su içmək lazımdır. Dəri quruyur, dodaqlar quruyur, üz quruyur, dodaq çox dəhşət quruyur. Hətta qanama da olur. Dodaq qanıyır, hətta burun qanaması olur. Məsələn, məndə ilk 20 günüydü atdığım. Burun qanamaya başlamışdı. Sonra bir də olmadı. Hələ ki olmayıb. Burun qanaması, daha sonra başqa əllərdə ləkələr. Məndə yenə ilk 20 gündə əllərdə ləkələr oldu. Sanki qabıq bağlanmışdı və qırmızı ləkələr yaranmışdı. Başqalarının baxın. Gastrointestinal yan etkiləri var. Yəni mədə, bağırsaq sistemində yan təsirlər göstərir. Yaranı gec sağaldır. Əzələ sümük ağrısı olur, göz quruluğu yaranır. Məndə hələ ki göz quruluğu yaranmayıb. Amma əzələ ağrısı hiss eləmişdim. Əzələ ağrısı olur, sümük ağrısı olur. Hərəkət eləmək çətinləşir. Psixiatrik yan etkiləri yazılıb burada. Bəzi xəstələr deyir ki, depressiyona salıb. Amma heç bir elmi tədqiqatda, məqalədə belə bir şeyin isbatı olunmayıb ki, bu dərman psixologiyaya təsir eləsin. Yəni, burası sual işarəsi altında. Elmi bir məlumat yoxdur.
Yara dedim ki, bayaq da demişdim, yara sağalması çətinləşir. Ona görə burada hər hansısa bir kosmetoloji prosedur, peeling, lazer kimi fərqli iğnə terapiyalar olunmur adətən. Bunu dediğim oftalmolojik sistemi dediğim göz kuruluğu keçirir laboratoriyada, yəni verilməli olan analizlərə. Burada yazılan analizlər tələb olunur. Amma biz bunların hamısını vermirik. Mən adi dostlarımda da görmüşdüm, hamısını verməyiblər. Mən özüm də hamısını verməmişəm bunların. Hansılarını vermişəm onları deyim. Hemogram, ALT, AST, kolesterol, trigliserit, bir de kreatin. Bu analizler verilib. Birinci ay analiz verdiniz, ikinci ayda analiz verdiniz. Eğer bunlar arasında artış həddən artıq çoxdursa, həkim baxır və adətən bu dərmanın qəbulunu dayandırır. Və yaxud da dozu azaldıla da bilər. Həmin vaxt yenə həkim təyin edir bunu. Demək olar məqaləni bitirdik. Yerdə qalır. Bunu da bayaqları əvvəl səfərlərdə biraz dedik. İzotretinoin ilaç etkileşimləri, yəni nələr olmaz? Yenə akne tetrasiklinlə olmaz. Dedik ki, təzyiq yaradır, beyin daxili təzyiq yaranır. Sistemik kortikosteroidlə birlikdə olmaz. Osteoporoz yaradır, yəni sümük əriməsi. Yenə vitamin A ilə bir yerdə qəbul etmək olmaz bu dərmanı. Məqaləmiz bitdi. Ümid edirəm ki, inşallah sizin üçün faydalı olmuşdur. Sağ olun.